Salam, biz bugün sizlə bərabər çox önəmli bir mövzu olan arteriya aksilarisi işləyəcəyik. Arteriya aksilaris deyəlim ki, əvvəlcə onun başlanğıc yerindən başlayaq. Başlanğıc yeri təbii ki, nədir? Arteriya subklaviyadır. Yəni arteriya subklaviyadan başlanğıc götürür. Arteriya subklaviyanın qoltuq çuxuruna daxil olandan sonra adı nə olur? Arteriya aksilaris olur. Arteriya aksilaris deməli böyük döş əzələsinin aşağı kənarına doğru gedir və oradan sonra artıq onun adı dəyişir, olur arteriya deməli brachialis, yəni ki, bazo arteriyası adlandırılmış olur. Ona görə də biz arteriya aksilarisin deməli nə edirik? 3 hissəyə bölürük. Ondan öncə gəlin baxaq. Bax, məsələn, bayaqlar dedim mən, deməli arteriya subklaviyadan başlanğıc götürür. Görürsüz, bu arteriya subklaviyadır. Daha sonra arteriya subklaviya gəlir aşağı, gördüyünüz kimi qoltuq çuxuruna daxil olur və qoltuq çuxuruna daxil olduqdan sonraki hissəsi onun nə adlanır? Arteriya aksilaris adlanır. Arteriya aksilaris də qoltuq çuxurundan çıxdıqdan sonra, yəni ki, böyük döş əzələsinin aşağı kənarından sonra bunun adı nə adlanır? Arteriya brachialis adlanır. Bu şəkildə şaxələnmələr bilmək lazımdır. Deməli, ümumiyyətlə bu arteriya aksilarisin 3 hissəsindən danışacağıq. Bunlar hansılardır? Körpücük döş üçbucağında yerləşən hissəsi, döş üçbucağında yerləşən hissəsi və nəhayət döş altı üçbucaqda yerləşən hissəsi. Bu topoqrafik bir şeydir. Belə ki, biz bu döş qəfəsinin ön hissəsində 3 dənə üçbucağı adı çəkmişdik. Hansı ki, bunlar körpücük döş üçbucağı və döş altı üçbucağı idi. Yadınızdadırsa və bu şaxələr, məhz bu topoqrafik deməli prinsipə görə də biz bunu 3 hissəyə bölürük və şaxələrini də bu 3 hissənin adına əsasən deyirik. Deməli, körpücük döş üçbucağından 2 dənə şaxə ayrılır. Döş qəfəsinin ən yuxarı arteriyası, hansı ki, arteriya torasika suprema adlanır. Suprema ən yuxarı deməkdir və döş qəfəsi çiyin çıxıntısı deməli arteriyası, hansı ki, arteriya torakoakromialis adlanır. Birazdan bunları ətraflı şəkildə izah edəcəm zaten. Sadəcə olaraq indi ümumən bir baxırıq. Daha sonra döş üçbucağında ondan ayrılır. Deməli, arteriya torasika lateralis, yəni döş qəfəsinin bayır arteriyası və ən nəhayətində döş altı üçbucaqda ayrılır kürək altı arteriya. Daha sonra bazını dolanan ön arteriya və bazını dolanan arxa arteriya. Bu olur onun şaxələri. İndi gəlin bunların hamısını bir-bir incələyək. Deməli, öncəliklə birinci hissədən çıxan şaxələrə baxırıq. Yəni, döş körpücük üçbucağından çıxan şaxələrə baxırıq. Döş körpücük üçbucağından çıxan şaxələrin ilki arteriya torasika suprema idi. Arteriya torasika suprema gördüyünüz kimi burada çıxıb, daha sonra bu yuxarı iki qabırğa arası sahədə şaxələnir. Gördüyümüz kimi birinci qabırğa ilə ikinci qabırğa və ikinci qabırğa ilə üçüncü qabırğa. Yəni birinci və ikinci qabırğa arası sahələrdə şaxələnmiş oldu. Və şaxələnərkən nə edir? Şaxələnərkən gəlir arteriya pectoralis, daha doğrusu musculi pectoralis minor və onun üzərini örtən musculi pectoralis major. Daha sonra ön dişli əzələni, hansı ki, bu musculi pectoralis minordan da aşağıda yerləşir, altda yerləşir. Yəni ön dişli əzələnin yuxarı dişlərini, çünki birinci və ikinci qabırğa arası sahədə şaxələndi. Eyni zamanda gördüyümüz kimi içəriyə doğru gedir və südvəsinə şaxə verir və döş qəfəsinin ön divarına şaxələr verir və onların qidalanmasını təmin eləmiş olur. Gəlin burada baxaq. Burada gördüyümüz kimi pectoralis minoru görürük. Burada da serratus anterioru görürük. Ardıcıl olaraq desək, serratus anterioru, pectoralis minor və bunların da üzərini örtən, hansı ki, burada kəsiyini görürük, pectoralis majoru qanla təchiz eləmiş oldu. Bu şəkildə, yəni arteriya torasika supremamız belə. Daha sonra arteriya torakoakromialis. Arteriya torakoakromialis, yəni ki, döş qəfəsi çiyin çıxıntısı arteriyası. Döş qəfəsi çiyin çıxıntısı arteriyasından 4 dənə şaxə ayrılır. Bu şaxələrin adını ingiliscə belə bir cümlə ilə yadda saxlamaq olar ki, cadavers are dead people. Yəni
Bu cümlədə olan sözlərin baş hərfləri məhz bu şaxələrin içərdən bayıra doğru ardıcıl şəkildə yadda saxlamamıza kömək edir. Deməli, hansı başlar var? Klavikular şaxəsi var. Klavikular, yəni ki, körpücük şaxəsi. Körpücük şaxəsi nəyi qidalandıracaq? Körpücük şaxəsi körpücük sümüyünü və körpücük sümüyünün tam olaraq altında bu hissədə körpücüyaltı əzələ var. Körpücüyaltı əzələni qidalandırmış oldu. Daha sonra burada akromial şaxəsini görürük. Akromial şaxə gəlir təbii ki, nəyi qidalandırır? Akromiokravikulareni. Yəni ki, buradan çiyin çıxıntısını görürük. Çiyin çıxıntısı ilə körpücük sümüyü arasında oynaq var. Onu, daha sonra artikulare humerinin kapsulasını, yəni belə deyim də, bazı oynağının kapsulunu qanla təchiz edir. Eyni zamanda bu biraz arxaya getdiyindən dolayı arxada yerləşən muskuli deltoideus, yəni ki, deməli deltaya bənzər əzələni qanla təchiz elədi. Daha sonra deltaya bənzər şaxə. Deltaya bənzər şaxə adından da məlum olduğu üzrə deltaya bənzər əzələni qanla təchiz edir. Daha sonra pektoral şaxə. Pektoral şaxə isə təbii ki, nə edəcək? Ön pilləli əzələni. Daha sonra burada gördüyümüz muskuli pectoralis minor, yəni ki, kiçik döş əzələsini, bir də onun üzərini örtən böyük döş əzələsini qanla təchiz elədi. Burada da görürük zaten deməli, bax, görürsünüz, arxada deltoid branch və burada da deltoid əzələ verilib zaten arxa tərəfdə. Daha sonra burada görürük biz nəyi? Böyük döş əzələsini, onun altında da olan nədir? Kiçik döş əzələsi. Bəs bunları nə qanla təchiz elədi? Pectoral branch, yəni deməli, ramus pectoralis, yəni döş şaxəsi qanla təchiz eləmiş oldu. Bu şəkildə, deməli, bunun ikisi harda yerləşdi? Körpücük döş üçbucağında yerləşdi. Daha sonra düşürük aşağı, yəni döş üçbucağında yerləşən. Döş üçbucağında yerləşən şaxəsi arteria thoracika lateralis, yəni döş qəfəsinin bayır arteriyası adlanır. Döş qəfəsinin bayır arteriyası nə edir? Ön dişli əzələnin üzəri ilə, yəni muskuli serratus anteriorun bayır kənarı ilə irəliləyir. Bax, burada görürük. Ön dişli əzələnin üzəri ilə aşağı enir. Bu nədir? Ön dişli əzələmiz də onun dişlərini görürük burada. Aşağıya doğru enir. Aşağıya doğru enir və burada da görüldüyü üzrə süd vəzinin bayır kənarına qanla təchiz eləmiş oldu. Bu da oldu bizim döş üçbucağında yerləşən hissəmiz. Daha sonra keçirik döşaltı üçbucaqda yerləşən hissə. Döşaltı üçbucaqda yerləşən deməli arteriyalarımız özəlliklə önəmlidir. Çünki burada yerləşən arteriyalarımız eyni zamanda topografik əhəmiyyət daşıyır. İndi birazdan bunu izah edəcəm. Nəyə görə belədir? Burada yerləşən arteriyalarımızı tez bir şəkildə yadımıza salsaq, arteria subscapularis, daha sonra arteria humeri, arteria circumflexa humeri anterior və arteria circumflexa humeri posterior, yəni bazını dolanan ön arteriya və arxa arteriya. Eyni zamanda da kürəyaltı arteriya döşaltı üçbucaqdan ayrılır. Döşaltı üçbucaq nahiyəsində, yəni ayrılmış olur. İndi arteria subscapularisdən danışaq. Arteria subscapularis gördüyümüz kimi həqiqətən də kürək sümüyünün altında ayrılır və 2 dənə şaxə verir. Arteria thoraco-dorsalis və arteria circumflexa scapulae. Azərbaycan dilinə tərcümə eləsək, döş qəfəsinin arxa arteriyası və kürəyi dolanan arteriya. Aha, indi gəlin bunlara baxaq. Bax, burada görürük arteria thoraco-dorsalis. Arteria thoraco-dorsalis gördüyümüz kimi bu şaxədir. Bu şəkildə burada göstərəsi olsaq, baxın, görürük arteria thoraco-dorsalisi. Bax, bu şəkildə, bax, burada aşağı enəni görürük. Bu, döş qəfəsinin arxa arteriyasıdır. Bu isə deməli, kürəyi dolanan arteriyadır. İndi gəlin baxaq. Arteria thoraco-dorsalis. Arteria thoraco-dorsalis bu şəkildə ayrılır. Ayrıldıqdan sonra kürəyin kürəkdən, deməli, daha doğrusu kürəyaltı arteriyadan ayrılır. Daha sonra nələri qanla təchiz eləmiş olur? Deməli,
Ön dişli əzələ. Ön dişli əzələnin arxa kənarını, daha sonra böyük girdə əzələsini, yəni teres mayoru və eyni zamanda da arxanın ən enli əzələsini qanla təchiz eləmiş olur. Zaten bunun gedişindən bilmək olar ki, bu əzələləri qanla təchiz elədi. Daha sonra keçirik arteria circumflexa scapulae. Burada çox önəmli bir topoqrafik şey var. Bu nədir? Biz bildiyimiz kimi bu kürək sümüyündən bazo sümüyünün arasında əzəllər tərəfindən və bazo sümüyü tərəfindən əmələ gətirilən 2 dənə dəlik var idi. Bunlar deməli 3 tərəfli dəlik və 4 tərəfli dəlik idi. Bunlar necə əmələ gəlirdi? Burada deməli bu şəkildə gələcək kiçik girdə əzələ. Burada təsviri göstərilməyib. Biz arteria circumflexa scapulae-ni tam görə bilək deyə. Daha sonra böyük girdə əzələ. Burada görürük 3 başlı əzələnin böyük başı və burada da gördüyümüz sümük nədir? Deməli ostium humeridir. Yəni bazo sümüyüdür. Və bazo sümüyünün cərrahi boynunu görürük. Deməli, burada 3 tərəfli və 4 tərəfli dəlik əmələ gəlirdi. 3 tərəfli dəlik daha içəridə, 4 tərəfli dəlik isə bayırdaydı. Və bu arteria circumflexa scapulae gəlir və burada gördüyümüz kimi hardan keçir? 3 tərəfli dəlikdən keçir. Və 3 tərəfli dəlikdən keçərək, bax buradan ayrıldı. Arteria subclaviadan ayrıldı. Deməli, arteria subclavia nəymiş? Arteria acromialisdən ayrıldı və ayrıldıqdan sonra gördüyümüz kimi tinaltı əzələ və kürəyin digər hissələrini burada qidalandırır. Bu şəkildə. Deməli, 3 tərəfli dəlikdən daxil oldu. Burada hansı əzələ yerləşəcək? Tinaltı əzələ. Çünki bu kürək sümüyünün arxasında tin çıxıntısı var idi. Tin çıxıntısından üstə yerləşən əzələ tin üstü əzələ idi. Altda yerləşən əzələ tinaltı əzələ idi. Gördüyümüz kimi tinaltı əzələ və kürəyin digər nahiyələrini, eləcə də dərisini qanla təchiz eləmiş olur. Aha, bu da bu şəkildə. Bunlar deməli nəyin şaxələri oldu? Arteria subscapularis'in şaxələri oldu. Daha sonra keçirik bazunu dolanan ön arteriya və arxa arteriyaya. Bazunu dolanan ön arteriya və arxa arteriyada yenə eyni zamanda deməli döşaltı üçbucaqda çıxan şaxələrdir. Deməli bazunu dolanan ön arteriyanı burada görürük. Bazunu dolanan ön arteriya deməli nə edir? Bazunun cərrahi boynunu öndən dolanır. Burada görürsünüz anastomoz əmələ gətirir. Bu anastomozu kimlə əmələ gətirəcək? Bazunu dolanan arxa arteriyanla əmələ gətirəcək. Ona görə gəlin indi bazunu dolanan arxa arteriyadan danışaq. Bazunu dolanan arxa arteriya deməli ayrılır. Arteria acromialisdən ayrıldıqdan sonra bu şəkildə bazunun cərrahi boynunu arxa tərəfdən dolanır və nədən keçir? 4 tərəfli dəlikdən keçmiş olur. Burada görürük zaten. Bax bu arteriyamız hansıdır? Bazunu dolanan arxa arteriyadır. Hardan keçəcək? 4 tərəfli dəlikdən keçəcək. 4 tərəfli dəlikdən keçir və nə edir? Burada nə ilə 4 tərəfli dəlikdən keçir? Bax bu gördüyümüz şey qoltuq siniridir. Yəni nervus axillaris. Nervus axillaris ilə birlikdə 4 tərəfli dəlikdən keçir və bazo sümüyünün cərrahi boynunun gördüyümüz kimi arxa tərəfinə keçdi və eyni zamanda burada nə elədi? Bazo oynağını və deltaya bənzər əzələni qanla təchiz eləmiş oldu. Bu da bu şəkildə bu arteria axillarisimiz idi. Dediyim kimi anatomiyanın ən önəmli arteriyalarından biridir. Şaxələrini gözəl öyrənib, ümid edirəm dərs anlaşıqlı olmuşdur. Növbəti dərslərdə görüşənədək.